Fast food, qazlı içkilər, işlənmiş qidalar, qızardılmış qidalar, bunlar orqanizmə zərərlidirmi? Bunu hamımız bilirik ki, zərərlidir. Ancaq onlardan uzaq dururuqmu? Təəssüf ki, xeyr. Bəs nə etmək lazımdır? Deyildiyi kimi azı qərar, çoxu ziyandır. Ona görə də əgər bu məhsullardan istifadə edirsinizsə, bunu bir qədər uzun aralıqlarla istifadə edin. Çünki ən azından müəyyən xəstəliklərə tutulma riskinizi də azaltmış olacaqsınız. Çünki bu qidaların tərkibində müəyyən qatqı maddələri olur, eləcə də onların bişirmə prosesində də müəyyən orqanizm üçün ziyanlı olan amillərdən istifadə olunur. Bu tip qidalardan istifadə etmək bir çox xərçəng növlərinin, ən çox da mədə-bağırsaq sistemi xəstəliklərinin, məsəl üçün mədə xərçənginin, qida borusu xərçənginin, bağırsaq xərçənglərinin, eləcə də digər onkoloji xəstəliklərin yaranma riskini artırmış olur. Qidalanma faktoru, həyat tərzi bizim sağlamlığımıza ciddi təsir göstərən faktorlardır. Ona görə də sağlam qidalanmağa, aktiv həyat tərzi keçirməyə, maksimum dərəcədə çəkiyə nəzarət etməyə diqqət etməliyik. Diqqətinizə görə təşəkkür edirəm.